Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. ASTV xəbərin xüsusi buraxılışı ilə qarşınızdayıq, studiyada Mümtaz Xəlilzadət. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev bugün Ağdərə rayonunun Canyataq kəndində dəmirli filiz emalı kompleksinin fəaliyyəti ilə tanış olub. İqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərgold Qapalı Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Zakir İbrahimov dövlətimizin başçısına kompleks barədə məlumat verdilər. Kompleksə mis flotasiya zavodu, nəm tullantı anbarı, elektrik yarımstansiyası və digər tikililər daxildir. Mədən və istehsalat üzrə ümumi sahəsi 929 hektar olan kompleks Türkiyə və Almaniya texnologiyası əsasında yenidən qurulub. Yenidən qurma və bərpa işlərinə 15,3 milyon manat özəl investisiya yatırılıb. Dəmirli Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağ mədən sənayesi üzrə işə başlayan ilk layihədir. Mis flotasiya zavodunda dəmirli mədənindən çıxarılan filiz emal ediləcək və son məhsul olan mis konsentratı istehsal olunacaq. Kompleksin illik istehsal gücü 5,6 milyon ton filiz emalıdır. 1993-cü ildən Ermənistan Respublikasının işğalı altında qalan dəmirli mis yatağı 2013-cü il may ayının 13-dən etibarən təqribən 10 il ərzində qeyri-qanuni istismara məruz qalıb. İşğal dövründə yatağın çıxarıla bilən ehtiyatları 311 min ton qiymətləndirilib. Bunun 218 min tonu, yəni 70%-i işğal zamanı qanunsuz hasil edilib. Hazırda qalıq ehtiyatlarının ilkin istismar dövrü 2025-2030-cu illəri əhatə edir. Bu müddətdə Çin Xalq Respublikasına 1,6 milyard manat dəyərində konsentrat şəklində 85 min ton mis metalının ixracı nəzərdə tutulur. Bununla belə, qarşıdakı illərdə mədənin mis ehtiyatlarının artırılması proqnozlaşdırılır. İlkin geoloji kəşfiyyat məlumatlarına əsasən, burada 470 min tona yaxın əlavə mis ehtiyatı mövcuddur. Aparılacaq 4 illik geoloji kəşfiyyat və tədqiqat proqramı nəticəsində bu ehtiyatların çıxarıla bilən həcmi dəqiqləşdiriləcək. Kompleksdə ilkin mərhələdə 980 nəfər işlə təmin olunub. Onlardan 260 nəfəri keçmiş məcburi köçkün, o cümlədən işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlardır. Növbəti illərdə əksəriyyəti yerli icmaları təmsil edən vətəndaşlar üçün daimi iş yerlərinin sayının 1250-yə çatdırılması planlaşdırılır. Mədəndə hasilat Azərbaycan ərazisində bir sıra filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilat pay bölgüsü haqqında Azərgold Qapalı Səhmdar Cəmiyyəti ilə Amerika Birləşmiş Ştatlarının RV Investment Group Services şirkəti arasında 2024-cü ildə bağlanmış saziş üzrə əməliyyat şirkəti Azərbaycan International Mining Company Limited tərəfindən aparılır. Prezident İlham Əliyev tərəfindən 2024-cü ildə təsdiq edilmiş qanuna əsasən hasilatın pay bölgüsü haqqında saziş üzrə dövləti təmsil etmək səlahiyyəti Azərgold Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilib. Layihə çərçivəsində ətraf mühitin mühafizəsi üzrə kompleks tədbirlər həyata keçirilib. İlkin vəziyyətin qiymətləndirilməsi və ekoloji monitorinqlər aparılıb. Nəticələr əsasında ətraf və sosial mühitə təsirin qiymətləndirilməsi sənədi hazırlanıb. Layihə müddətində toz və səs emissiyalarının azaldılması, torpaq və su resurslarının qorunması məqsədi ilə müvafiq monitorinq, laborator analizlər, yaşıllaşdırma işləri və suyun təkrar dövriyyə sistemləri tətbiq olunur. Həmçinin fəaliyyət dayandırıldıqdan sonra ərazilərin texniki və bioloji rekultivasiyası təmin ediləcək. Bu layihənin icrası Azərbaycanda qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması, ölkəmizin ixrac qabiliyyətinin artması, işğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların səmərəli və qanuni istifadəsinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda özəl investisiyaların cəlbi, regionda sənaye və dağ mədən sahəsinin müasirləşdirilməsi və şaxələndirilməsinə, iqtisadi fəallığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına da mühüm töhfə verir. İşğaldan azad olunmuş ərazilərdə sahibkarlığın dəstəklənməsi istiqamətində Azərbaycan dövləti tərəfindən olduqca vacib qərarlar qəbul olunub. Həmin ərazilərimizdə dayanıqlı məskunlaşmanın, özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların cəlbi və əlverişli biznes mühitinin formalaşdırılması əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirilib. Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən, həmçinin bu ərazilərdə rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğular,
Xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə əlavə dəyər vergisindən və gömrük rüsumundan azaddır. Prezident İlham Əliyev süxurların partladılması üçün rəmzi düyməni bastı.